8 noyabr Zəfər günü, 12 noyabr Konstitusiya günü və 20 noyabr Ümumdünya Uşaq Hüquqları günü münasibəti ilə Ombudsman tərəfindən təşkil olunan esse yazı müsabiqəsinin yekun tədbiri keçirilib. Ordubad rayonunun Mədəniyyət Sarayında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib, dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Günay Rızayeva uşaq hüquqlarının səmərəli müdafiəsi, cəmiyyətin məlumatlılığının artırılması məqsədi ilə keçirilən silsilə maarifləndirici tədbirlər, eləcə də hüquqların daha effektiv şəkildə təmin olunması istiqamətində Ombudsman təsisatının xüsusi rolu və bu sayədə görülən işlər barədə məlumat verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin həmtəsisçisi Üzeyir Məmmədov ölkəmizdə uşaq siyasəti istiqamətində həyata keçirilən islahatlar, görülən tədbirlər və bu təşəbbüslərin əhəmiyyəti barədə danışıb. Tədbirdə dövlət uşaq siyasətinə dair video çarx nümayiş etdirilib. Həmişə uşaqlara qarşı böyük məhəbbəti və sonsuz diqqəti ilə seçilib. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim tərbiyə görməsi, vətən və xalq üçün gələcəkdə övlad kimi yetişməsi ümumi liderimizin daima diqqətində olub. Tədbirin bədii hissəsi Ordubad şəhər körpələr evi, uşaq bağçası balacalarının rəqsi, Ordubad şəhər tam orta internat məktəbi şagirdlərinin şeir qirayəti, Naxçıvan Dövlət Uşaq Teatrının kompozisiya təqdimatı və Ordubad şəhər İncəsənət məktəbinin musiqi nömrələri ilə davam edib. Sonda Ombudsman Günay Rızayeva iştirakçı qurumlara təşəkkür plaketləri təqdim edib. Esse yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.